Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi. 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb. Gözaltı xəbər verir ki, Qafqazinfonun əldə etdiyi özəl məlumata görə, Eyyubov baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Həmin işin təfərrüatı barədə əvvəlki yazımızda özəl mənbəyimizə istinadən geniş məlumat vermişdik. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə, o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar, Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaş oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur. Bu sahədə tanınan NB Qrup şirkətinin rəhbəridir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.